salona getmişəm. Biz oturmuşam, sasa getmişdim, dunağa getmişdim. Maraqlıdır, qulaq asın. Deməli, Şəbə xanım, siz deyirəm mən. Siz bizim qızın iş yoldaşı var, filan kəsin, həkimsiniz. Deyirəm ki, doktorun folikulu niyə partlamır? Beyin sönmədi, təsəvvür. Dedim, sənə nə var? Nəyəsin iş yoldaşının, nə adiyyatı var? Qaynana desə başa düşərik, baldız desə başa... İş yoldaşı, yox, yaxşılığına. Dedim, sizə elə gəlir, yaxşılığı. Onu siz sinirdə elə bir ki, biraz qurdalayırsınız. Nə oldu? Ondan sonra da onun stresini keçir. Qız elə pərt oldu. Elə, ay doktor, nə dedim ki? Dedim, deməyin. Sənə xoş gələr desinlər, nə oldu? Özünüzə rəva bilmədiyin, başqasına da şey eləməyin də. Ona görə qızım, kim sənə padruqadır? Deyən ki, valla teslim olan kimi doktor birinci səhvədə paylaşacaq. Gitar eləcəm, girib baxarsınız. WhatsAppda hamısını atacaq, baxarsınız. Heç kim soruşmasın. Valla psixoloji sonsuzluq deyə bir şey var. Çünki o qədər özünü sıxırsan, o qədər düşünürsən ki, prolaktin avtomatik qalxır, TSH qalxır, kortizol qalxır. Hələ hamısı, nə deyirlər, bu deqazat hamısı da görürsən, sinirlə bağlı görürsən, normasını dəyişir. Ona görə olmasın deyə. Siz də deyin ki, valla doktor deyir ki, heç demədi. Olanda deyəcəm də qıza deyir, sizin deməyiniz mənə qıcıq verir. Bu kəlməni desən, ikinci dərrakəli insan var ha, burada bir nə sor. O səndən 300 dəfə söz soruşmayacaq. Deyirəm, valla mənə qıcıq gəlir, deməyin, həkim də deyir ki, heç bir məlumat verməyin. Sənin testi belə mahnı ilə zatla paylaşacağım ki, ay padruqalar. İnşallah. Ay padruqalar, baxın testimiz var, yaxşı. İnşallah. Hamiləsən, nə bilim nə. Ay, eləməyin deyirəm. Ürək-dirək verir. Bəlkə də ürək-dirək verirlər, amma yeri yoxdur, qızıqdır. Valla o artıq sözlərdir, replika kimi çıxırırlar. Ona görə də sən Allah heç bir işinə qarışmır. Doğan özü üçün doğur, hamilə qalan özü üçün qalan. Qıraqlar sadəcə olaraq, diyanın gözü.